Bu zamana kimi iComp-da bir çox masaüstü kompüterlər və notebookları çəkib sizə paylaşdıq. Bu videomuzda isə sizi monoblokla tanış edəcəyik. Monoblok nədir? Monoblok əslində masaüstü kompüter sayılır, amma ki tək monitordan ibarət. Yəni gördüyünüz monitorun daxilində həm prosesor, həm operativ yaddaş, ana plata və SSD qurulmuş vəziyyətdə olur. Əsasən monobloklara kimlər üstünlük verir? Ofis şəraitində, hətta evdə çox yer tutmağını istəmirsinizsə, monobloku əldə edirsiniz, monitor və sadəcə olaraq klaviaturanın mausu taxmaqla da masaüstü kompüter şəklində istifadə eləyə bilərsiniz. Burada 3 monoblok var, 2 böyük 27 ekran olan monoblokun parametrləri eynidir. Deməli, Intel Core Ultra 7 prosesorudur hər iki monoblok. Operativ yaddaşları hər üçündə 16 GB-dır, 512 GB-dəki M2 sürətli SSD-si var. Hər 3 modeldə daxili video kartadır. Qiymətləri barəsində məlumatımız yoxdur, yeni gəlib. Maraqlananlar bizlə əlaqə saxlaya bilər, qiymət barəsində məlumat verəcəyik. Bunu da əlavə eləmək istəyirəm ki, bəzi monoblok modelləri var ki, orada daxili video karta yox, yəni dizayn, layihə və montaj işləri üçün də əlverişli video kartalarla da variantlar mövcuddur. Monobloklarda, deməli, notebooklarda olduğu kimi web kamera öz üzərində olur hər üçü modeldə və təbii ki, Wi-Fi da dəstəkləyir. Bu monoblokların komplektində gələn klaviatura, mauslar kabellidir, amma siz istəməsəniz bunları kabelsiz versiyayla da təbii ki, əvəz eləyə bilərsiniz.